Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Səfəvi Osmanlı müharibələri haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. Ötən dəfəki dərslərimizdə mən sizlər üçün Səfəvi Osmanlı müharibəsinin başlanması birinci mərhələ haqqında məlumat vermişdim. Sadəcə olaraq bəzi səbəblərlə əlaqədar olaraq ikinci mərhələ və Şah Abbasın islahatları haqqında video çəkə bilməmişdim. İndi isə çəkdiyim video Səfəvi Osmanlı müharibələrinin 3-cü mərhələsini əhatə edir və bir qədər xatırlatma etmək istəyirəm ki, biz deməli bilirik ki, Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi ən ağır mərhələ hesab olundu. Belə ki, ikinci mərhələ 1578-1590-cı illəri əhatə etdi və 1-ci İstanbul sülhü ilə başa çatdı. 1-ci İstanbul sülhü Səfəvilərin imzaladığı ən ağır şərtli müqavilə idi. Çünki burada biz deyirik ki, deməli Azərbaycan torpaqlarının demək olar ki, hamısı itirilmiş oldu. Yalnız 6 dənə ərazi Səfəvilərin əlində qaldı. Yerdə qalan Azərbaycan torpaqları keçdi Osmanlıların əlinə və Şah 1-ci Abbas hakimiyyətə gəldikdən sonra artıq o başladı ölkənin daxilində və xarici siyasətində bir sıra addımlar atmağa, torpaqları geri qaytarmaq uğrunda mübarizə aparmağa başladı. Biz bu haqda danışacağıq indi. İlk öncə vurğulamaq istəyirəm ki, Səfəvi Osmanlı deməli müharibəsi, ikinci mərhələ bitdikdən sonra biz bilirik ki, Şah 1-ci Abbas hakimiyyətdə oldu 1587-1629-cu illər dönəmində və 1587-ci ildə o taxta çıxan zaman görürdü ki, ölkədə vəziyyət gərgindir, siyasi qarışıqlıq yaranıb, ölkə müharibə gedir ölkədə və ölkədə artıq vəziyyət pis vəziyyətdə idi. Buna görə də ilk öncə o sülh müqaviləsi imzalamaqla sakitliyə və sabitliyə nail oldu. Bundan sonra başladı ölkənin daxili və xarici siyasətində addımlar atmağa. Daxili siyasətdə hərbi, idarə etmə, vergi və bir sıra sahələrdə islahatlar keçirdi. Xarici siyasətdə isə deyəcəyik ki, Şah 1-ci Abbasın 16 və 17-ci əsrlər dövründə xarici siyasətdə 3 əsas məqsədi var idi qarşısında. Birinci növbədə Şah 1-ci Abbas Şeybanilərlə mübarizə aparıb Xorasanı geri qaytarmağa çalışırdı. İkinci növbədə o 1578-1590-cı illərdə Osmanlılar tərəfindən işğal edilmiş torpaqları geri qaytarmağa çalışırdı. Üçüncü növbədə isə özündən 100 il öncə babası Şah 1-ci İsmailin atdığı o səhv addımın artıq o səhvini aradan qaldırmağa çalışırdı. Hansı ki 1510-cu ildə Portuqaliya Hörmüzdə, İran körfəzində möhkəmlənmişdi və Şah 1-ci İsmaili aldadaraq ona ordu silahlar və mütəxəssislər göndərməmişdi. Və məhz bu səhvi aradan qaldırmaq istəyən Şah 1-ci Abbas idi və bunu da etməyi bacardı. Bütün bunlar haqqında məlumat verəcəm. Deməli, burada qeyd etmişəm diplomatik əlaqələr sözünü. Şah 1-ci Abbas təbii ki də bu dediyi, xüsusiyyətlərə, bu dediyi məqsədlərə tək başına nail ola bilməzdi. Bunun üçün ilk növbədə Avropa dövlətləri diplomatik əlaqə qurmağa başladı. Avropa dövlətlərində müqəddəs Roma imperiyası, İngiltərə, Fransa, Rusiya və İspaniya dövlətləri diplomatik əlaqələr qurdu. Hətta bu saydığım dövlətlər içərisindən Almaniya, İspaniya, Rusiya özləri Osmanlıya qarşı Səfəvi dövlətini müharibəyə təhrik etməyə çalışmışdılar. Şah 1-ci Abbasla ittifaq yaratmaq istəmiş və onu Osmanlıya qarşı müharibəyə təhrik etmişdilər. Burada adlarını qeyd etmişəm. Almaniya, İspaniya, Rusiya. Daha sonra burada bir məlumat da qeyd olunur ki, İspaniya hökmdarı, yəni İspaniya kralı 2-ci Filip də hətta Portuqaliyaya qarşı müharibə zamanı Səfəvilərə yardım vədi belə vermişdi, yəni kömək edəcəyini söyləmişdi. Böyük Moğol dövləti dostluq əlaqəsi qurulmuşdu Şah 1-ci Abbasın dövründə. Hətta biz Böyük Moğol dövlətini keçən zaman orada Əkbər Şahın Qızıl əsri dövründə bir sıra dövlətlərlə diplomatik əlaqələr saxlanılması haqqında məlumat qeyd etmişdik ki, onlardan biri də məhz Səfəvilər idi, Şah 1-ci Abbasın dövrü idi. Daha sonra bütün bu dostluq əlaqələrindən, diplomatik əlaqələrdən sonra Şah 1-ci Abbas ərazi bütövlüyünün bərpa edilməsi yolunda ilk addımını atdı və 1599-cu ildə Şeybanilərlə mübarizə aparıb Xorasana geri qaytarmağa bacardı və Şeybaniləri məğlub etdi. Bu
Bundan sonra biz deyəcəyik ki, növbəti Səfəvi-Osmanlı müharibəsi başlayacaq. 1603-1612-ci illəri əhatə etdi. Bu üçüncü mərhələ idi və üçüncü mərhələdə deməli Şah 1-ci Abbas başladı müharibəyə Osmanlının işğal altında olan torpaqları geri qaytarmaq üçün. 1603-cü ildə deməli Təbriz istiqamətində irəlilədi. Burada Təbrizdə əhali üsyan qaldırmışdı Osmanlıya qarşı. Bu üsyandan istifadə edən Şah 1-ci Abbas 1603-cü ildə Təbrizi geri qaytarmağa nail oldu və Təbrizin artıq geri qaytarılması cənub ərazilərin işğaldan azad edilməsi yolunda onların taleyini həll etdi. Bundan sonra 1603-cü il dönəmində eyni zamanda Culfa və Naxçıvan bölgələri də müqavimətsiz, yəni döyüşsüz ələ keçirildi. Çox rahatlıqla Şah 1-ci Abbas bu əraziləri geri qaytarmağa nail oldu və eyni zamanda 1603-cü ildə Ordubad əhalisi Osmanlıya qarşı üsyan qaldıraraq Şah 1-ci Abbasa kömək etdiyi üçün Şah 1-ci Abbas Ordubad əhalisini vergilərdən azad etmişdi. Biz bu xüsusiyyətə görə testlərdə əgər sual düşərsə oxşarlaşdıra bilərik. Məsələn, 643-44-cü illər dönəmində Şirvan və Dərbənd hakimi Şəhriyarla ərəblər də müqavilə imzalayan zaman orada ərəblər Dərbənd keçidinin müdafiəsinə duran insanları vergilərdən, daha doğrusu can vergisindən azad etmişdi və bunun qarşılığında onlar xilafətin ordusunda xidmət göstərməli, xilafətin düşmənlərinə qarşı mübarizə aparmalı idilər. Yəni bu vergilərdən azad olunma məsələsinə görə biz oxşarlaşdıra bilirik 643-44-cü illər dövrü ilə məhz bu 1603-cü il Ordubad əhalisinin vergilərdən azad edilməsi məsələsinə görə. 1604-cü ildə Çuxursəd, yəni hansı ki mərkəzi İrəvan olan Çuxursəd bəylərbəyi işğaldan azad edildi. Əslində bu ərazi 1603-cü ildən mühasirəyə alınmışdı, amma bir qədər mühasirəsi uzun sürmüşdü və nəhayət 1604-də Şah 1-ci Abbas bu ərazini işğaldan azad etməyi bacardı və Çuxursəd ərazisində əsir alınmış Osmanlı əsgərlərinin Qars istiqamətində getməsinə icazə vermişdi və bunlar bura gedəndən sonra da gəlib burada Qarsı işğal etmişdilər Səfəvilər. Daha sonra belə bir zamanda Osmanlılar gördü ki, vəziyyət gərgindir. Osmanlılar Təbriz üzərinə hücuma keçdilər. Bu xəbəri eşidən Şah 1-ci Abbas, daha doğrusu eşitdi ki, Osmanlılar artıq buraya yürüşə gəlirlər. Bu xəbəri eşidən Şah 1-ci Abbas Təbriz istiqamətində geri çəkildi və başladı öz ehtiyat tədbirlərini, müdafiə tədbirlərini həyata keçirməyə və burada Şah 1-ci Abbas yandırılmış torpaq taktikası tətbiq etdi. Biz bu xüsusiyyətə görə oxşarlaşdıracağıq Şah 1-ci Təhmasiblə Şah 1-ci Abbası yandırılmış torpaq taktikası tətbiq etməsinə görə Şah 1-ci Abbas deməli ölkə ərazisində Osmanlının əlinə keçə biləcək nə varsa, bütün ərzağı, mal-qaranı, hər bir şeyi məhv etdi. Digər bir tərəfdən isə Osmanlı ilə sərhəd bölgələrdə yaşayan Azərbaycanlıları həmin bölgələrdən Osmanlının içərilərinə doğru, Osmanlının sərhəd bölgəsində yaşayan əhalini Azərbaycanın içərilərinə doğru köçürtdü ki, Osmanlı sərhədə hücum edən zaman onun, yəni və deyəndə qarşısına çıxa biləcək heç kim olmasın, orada boşluq olsun və Osmanlı bu əraziləri tərk edib getsin. Digər bir tərəfdən də Araz çayı boyunca yaşayan əhalini köçürtdü Səfəvinin şərq istiqamətindəki torpaqlarına. Bu artıq Şah 1-ci Abbasın Osmanlıya qarşı atdığı müdafiə tədbirləri, yandırılmış torpaq taktikası idi və köçürmə siyasəti idi. Daha sonra burada deyəcəyik ki, 1605-ci ildə Səfəvi Osmanlı arasında ikinci Sufyan döyüşü baş verdi. Niyə ikinci Sufyan deyirəm? Çünki bundan öncə Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi dövründə də Sufyan döyüşü olmuşdu. O birinci Sufyan idi və 1585-də olmuşdu. Orada isə Osmanlılar qalib gəlmişdi, Səfəvilər məğlub olmuşdu. Təbriz ələ keçirilmiş və Qeysəriyyə bazarı yandırılmışdı. Burada isə deyəcəyik ki, 1605-ci ildə ikinci Sufyan döyüşü baş verdi. İkinci Sufyan döyüşündə Səfəvilər Turan taktikasından istifadə etdilər. Səfəvilər qələbə qazandılar, Osmanlılar məğlub oldular. Sufyan döyüşü müharibənin sonraki taleyinə həlledici təsir göstərmiş oldu və bunun ardınca Osmanlıların artıq məğlubiyyətləri davam etdi. Belə ki, 1605-1607-ci illər dönəmində Səfəvilər Şah 1-ci Abbasın rəhbərliyi altında Qarabağ, Gəncə, Şirvan tərkibində təbii ki də Şamaxı
Şamaxı və Bakı torpaqları, Loru və Tiflis qalaları, bütün Azərbaycan azad edilmiş oldu. Eyni zamanda Şah 1. Abbas bu 2 il ərzində Şərqi Gürcüstanla Dağıstanda Osmanlı işğalından azad etməyə nail oldu. Artıq ikinci mərhələdə itirilmiş torpaqları geri qaytarmış artıq oldu Şah 1. Abbas. Və burada 1612-ci il dönəmində sülh prosesi başlayır. Burada bir qədər Osmanlı sultanı sülh prosesini ləngidir, gecikdirir. Çünki Osmanlı sultanı deməli yəni işğaldan azad olunmuş torpaqları geri qaytarmaq istəmirdi. Buna görə sülh prosesi gecikdi. Nəhayətdə 1612-ci ilin oktyabrında 2-ci İstanbul sülh müqaviləsi imzalandı. Bəzi mənbələrdə və ya bəzi testlərdə ona Sərab sülhü də deyirlər ki, çünki əvvəlki kitablarda adı Sərab sülhü deyə qeyd olunurdu və İkinci İstanbul müqaviləsinin şərtlərinə əsasən Amasya müqaviləsinin şərtləri təsdiq edildi. Belə ki, Azərbaycan və Şərqi Gürcüstan Səfəvlərin əlində qaldı və Səfəvi hökmdarı Şah 1. Abbas Rusların tikdirdiyi Terek qalalarının dağıdılması barədə Osmanlı sultanının fərmanına mane olmamalı idi. Yəni Osmanlı Rusiyanın tikdirdiyi Terek qalalarını dağıtmaq istəyirdi və buna deməli Səfəvi hökmdarı qarışmamalıydı, mane olmamalıydı. Bu da 2-ci İstanbul sülh müqaviləsinin şərtləri oldu. Lakin bu imzalanmış müqavilə uzun müddətli olmadı. Yəni möhkəm müqavilə deyildi. 4 il sonra pozuldu bu müqavilə. Bu da belə baş verdi ki, Şah 1. Abbasın sərhəd istiqamətində irəliləməsini eşidən Osmanlı sultanı Əhməd 1616-cı ildə əks hücuma keçdi və 1616-cı ildə burada Osmanlı sultanı Əhməd İrəvan istiqamətində irəlilədi. Lakin İrəvan istiqamətində irəliləyərkən Səfəvilər tərəfindən Osmanlılar geri çəkilməyə məcbur edildi. Osmanlılar İrəvanı tərk edib çıxıb getdilər. Ardınca 1618-ci ildə Sınıq körpü döyüşü baş verdi Sərab ərazisində. Sınıq körpü döyüşündə Osmanlı və Krım xanının birləşmiş qüvvələri ilə Səfəvlər qarşı-qarşıya gəldilər və Səfəvlər qalib gəlməyi bacardılar. Osmanlı Krım xanının qoşunu məğlub edildi. Elə həmin ildə də 1618-də də Mərən sülhü imzalandı. Deməli, Səfəvli-Osmanlı müharibəsinin 4-cü mərhələsi 1616-1618-ci illərə əhatə etdi. Osmanlının İrəvan üzərinə hücumu ilə başlanmışdı, lakin uğursuz oldular. Sınıq körpü döyüşündə də Osmanlı Krım qüvvələri uğursuz oldu. 1618-ci ildə Mərən sülhü imzalandı. Mərən sülhündə yenidən 2-ci İstanbul sülh müqaviləsinin şərtləri təsdiq edildi. Deməli, hər 3 müqavilədə, Amasya müqaviləsində də, 2-ci İstanbul sülhündə də, Mərən sülhündə də eyni qaydalar artıq, eyni maddələr tətbiq edilmiş oldu. Yəni Amasya şərtləri təsdiq edilmiş oldu. Daha sonra Şah 1. Abbasın təbii ki də öz qarşısına qoyduğu məqsədlər tam yerinə yetirilməmişdi. Bəli, Xorasanı geri qaytardı, Osmanlı işğal etdiyi torpaqları geri qaytardı, amma qarşısında ən əsas məsələlərdən biri də Hörmüzü, İran körfəzini geri qaytarmaq idi və Hind okeanına çıxış əldə etmək idi. Bu məqsədlər 1621-ci ildə Səfəvi Şahı 1. Abbas İngiltərə ilə əbədi və dostluq haqqında müqavilə imzaladı və bununla da İngiltərə Səfəvlərə yardım göstərdi öz düşməni Portuqaliyaya qarşı. 1622-ci ildə Portuqaliyaya gedən mübarizə zamanı Şah 1. Abbas qalib gəldi. Portuqaliyanı İngiltərənin köməyi sayəsində məğlub etdi və Hörmüz, İran körfəzi geri qaytarılmış oldu. Səfəvlərin əvvəlcə 100 il öncəki atdığı səhv addım artıq Şah 1. Abbas tərəfindən 100 il sonra bərpa edilmiş oldu. Artıq bu səhv addım aradan qaldırılmış oldu. 1622-ci ildə biz deyəcəyik ki, Osmanlıya gəldikdə Mərən sülhünü imzalayan Osmanlı sultanı Əhməd idi və belə deyək də 1600 Mərən sülhü imzalandıqdan sonra burada Osmanlıda hakimiyyətə gəlmişdi 2-ci Osman. Osmanlı sultanı 2-ci Osmanla Səfəvi Şahı Şah 1. Abbas dostluq əlaqəsi qurmuşdular və bu dostluq əlaqəsi 1622-ci ilə qədər davam etdi. 1622-ci ildə Osmanlı sultanı 2-ci Osmanın ölümü, digər bir tərəfdən Osmanlının öz daxilində baş verən daxili çəkişmələr, saray çəkişmələri, digər bir tərəfdən də Bağdad hakiminin Səfəvləri köməyə çağırması, müraciət etməsi artıq Şah 1. Abbası hərəkətə keçirdi. Belə ki, Şah 1. Abbas 1622-23-cü illər dönəmində Ərəb İraqını geri qaytarmağa nail oldu. Belə ki, Mosul, Bağdad, Nəcəf, Kərkük şəhərləri daxil olmaqla, yəni Ərəb İraqını Şah 1. Abbas Osmanın əlindən geri almağı bacardı. Daha sonra
Bu da deyəcəyik ki, 1629-cu ildə Osmanlıda hakimiyyətdə 4-cü Murad idi. Sultan 4-cü Murad 1629-da Səfəvi üzərinə yürüş etdi, lakin onun bu yürüşü uğursuz oldu. Sultan 4-cü Muradın ürəyi soyumadı. 1635-ci ildə yenidən yürüş etdi. Bu zaman İrəvanı işğal etdi. 1638-ci ildə yenidən Osmanlılar yürüş edib, bu dəfə Ərəb İraqını Bağdad daxil olmağa işğal etdilər və nəhayət Səfəvi Osmanlı müharibəsinin 5-ci mərhələsi yekunlaşdı 1639-cu ildə. 5-ci mərhələ əhatə etmişdi 1622-39-cu illəri. 22-də Şah 1-ci Abbasın Ərəb İraqı istiqamətində irəliləməsi ilə başlamışdı. 39-da Qəsr-i-Şirin sülh müqaviləsi imzalanması ilə başa çatdı. Qəsr-i-Şirin sülh müqaviləsinin şərtlərinə əsasən Bağdad daxil olmaqla Ərəb İraqı və Bəsrə, Kərkük, Axıska, Van torpaqları daxil olmaqla Şərqi Anadolu Osmanlı hakimiyyəti altına keçdi. İrəvan Səfəvilərdə qaldı. Digər bir tərəfdən də deyəcəyik ki, Osmanlılar deməli Səfəvilərin Van, Qars, Axalsıq qalalarına hücum etməyəcəklərinə dair təminat aldılar. Artıq Qəsr-i-Şirin sülh müqaviləsinin imzalanması 5-ci Səfəvi Osmanlı müharibəsinə yekun vurdu. Demək olar ki, 200 ilə qədər davam edən bu müharibə artıq dönəmində bir qədər sabitlik yarandı, sakitlik yarandı bir müddətlik. Təbii ki də bu təxminən davam eləyəcək, belə deyək də. Yenidən Səfəvi Osmanlı müharibələri olacaq 1730-cu illər, 20-ci illər dönəmlərində təxminən. Yəni bu dövrə qədər müəyyən qədər sabitlik yarandı. Azərbaycanın iqtisadiyyatında, təsərrüfat həyatında dirçəliş baş verdi. Və burada biz deyəcəyik ki, yaxın və orta şərq ölkələrini ələ keçirməyə çalışan müstəmləkəçi dövlətlərin işğalçılıq siyasətinə şərait yaratmış olur. Çünki burada sabitlik yarandı, onlar bundan istifadə edəcəklər. Dərs haqqında verdiyim məlumatlar bu qədər. Ümid edirəm ki, anlamış olarsınız. İnşallah növbəti dərslərimizdə görüşənədək.